şəxsən mən etibarnamə ilə indiki dövrdə, yəni son 4-5 ildə baş verən və yaranan bu problemlərdən sonra da, rast gəldiyimiz problemlərdən sonra, yəni hətta bizim bilmədiyimiz də o qədər elə epizodlar var ki, hələ onları heç bilmirik, hələ aşkarlanmayıb. Mən şəxsən etibarnamə ilə əmlak Mülk almasınız. almaram. Son 1-2 il bundan qabaq, 3 il qabaq bu məsələ aktuallaşdı. Bir il ərzində məhkəmələrdə də çox halda o işlər artdı. Qabarıq çıxdı üzə nə? Biz Fət müəllim burada evində oturduğu halda Rusiyadan və yaxud da başqa bir ölkədən hardansa onun adından etibarnamə verilib. Hətta ailə üzvlərinin razılıq ərizələri verilib. O ölkənin notariat sistemində də reyestrə də daxil edilib. Tamamilə. Amma hətta apostolda. Hətta apostillə belə beynəlxalq təsdiq etmədir o. Apostil təsdiqi ilə belə sənədlər gəlir bura. Və o halda da bizim notariat orqanları onun qeyri deməli real olduğunu müəyyənləşdirə bilmir. Hətta yoxlamaq istəyirsə belə, məsələn, tutaq ki, ən yaxın ölkə Rusiya və digər MDB ölkələrinin notariat reyestrlərinə daxil olmaq və yoxlamaq imkanı var və yaxud da sorğu göndərmək. Yoxlanılır, orada da reyestrdə bu etibarnamə var həqiqətən.